Ticarət şəbəkələrinin inkişafı ictimai birliyi üzvlərinin 24 nəfər əməkdaşı 2-ci Qarabağ müharibəsində vətən uğrunda canından keçərək şəhidliyi zirvəsinə ucalmışdır. Onların hər biri bizim üçün bir ömür, bir ailə və bir qəhrəmanlıq tarixidir. Bugün birliyin üzvlərinin müəssisələrində çalışan 1095 nəfər əməkdaş 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Qazilərimiz döyüş meydanında müharibənin ağırlığını çiyinlərində daşıdıkları kimi, bugün də əmək fəaliyyəti ilə vətənə xidmət etməyə davam edirlər. Təəssüf ki, döyüşlər zamanı aldıqları ağır xəsarətlər səbəbindən 630 nəfər əməkdaş artıq əmək fəaliyyətini davam etdirə bilmir. Onlar itirdikləri sağlamlıq bahasına hamımızın əbədi hörmətini və minnətdarlığını qazanmış insanlardır. Birlik üzvləri tərəfindən müharibə zamanı şəhid olmuş və ya yaralanmış 200-dən çox döyüşçünün ailəsinə mütəmadi və ardıcıl şəkildə sosial dəstək göstərilir. Bu dəstək ailələrin maddi təminatını, sosial rifahını və mənəvi qayğısını əhatə edən davamlı yanaşmaya əsaslanır. Ümumiyyətlə, üzvlərimizin fəaliyyəti nəticəsində 1000-dən çox şəhid ailəsi və 2000-dən artıq şəhid övladı uzun müddətli sosial qayğı və diqqət ilə əhatə olunmuşdur. Tanrı Azərbaycanı qorusun.